Hörmətli izləyicilərimiz, yeni Ramanı aeroport yolunun tam yaxınlığında sizə 5 sotun üzərində şəxsi bir ev təqdim eləyəcəm. 145 kvadrat, mərkəzi kanalizasiya, bütün kanalları var, həyətində puntlu, kalotkalı qapısı da var, dəyərli izləyicilərimiz. Operator qardaş sizə təqdim eləyir. 5 sot və gözəl bir qiymət, evin qiymətində yüksək bir endirim olub. Dəyərli izləyicilər, bu evi 110 min manatla paylaşmışdım. İndi isə cəmi 87 min manata sizə təqdim eləyirəm bu evi. 87 min manat 5 sot və Qubadlı məktəbinin tam yaxınlığı, aeroport yolunun tam yaxınlığındadır. Dəyərli izləyicilər, burada 1 sot torpaq 25 min manatdır. Ev demək olar ki, torpaq sahəsinin üzərində havayı verilir. Hörmətli izləyicilər, keçək evin proyekti ilə və daxili ilə tanış olaq. Sizə ətraflı şəkildə izah eləyəcəm. İzləyin zəhmət olmasa. Evin sağı, solu hamısı gördüyünüz kimi beton kolonlarla hamısı inşa olunub. Çox keyfiyyətli bir tikili və üstü də ki monolit betondur, hörmətli izləyicilər. Monolit betonun üzərinə də gizli krişa yığılıb, hörmətli izləyicilərimiz. Yəni bu evdə sadəcə şkatur və kosmetik bir işlər qalıb. İnşallah kim alacaqsa təmirini də alan insan həyata keçirəcək. Bura isə qonaq otağı kimi nəzərdə tutulub. Qiymət şok bir qiymətdir. 87 min manata buralarda bu boyda belə bir mülk yoxdur, hörmətli izləyicilərimiz. Təcili satılmalıdır və evin dəhliz hissəsini sizə təqdim eləyəcəm. Geniş dəhliz sahəsi var buranın. Və dəyərli izləyicilər, bir şey də sizin nəzərinizə çatdırım. Yerdən tavana qədər 4 metr yarımdır hündürlüyü. Yəni möhtəşəm bir hündürlüyə malikdir. Və bura isə evin mətbəx sahəsidir, dəyərli izləyicilərimiz. Gözəl geniş bir mətbəx sahəsi sahibi belə dizayn edib və buranı da vitraj pəncərə kimi nəzərdə tutub. Və keçək evin yataq otaqları ilə bir-bir tanış olaq, dəyərli izləyicilərimiz. Bura uşaq otağıdır. Allah cəmi balaları saxlasın inşallah. Və keçək ikinci yataq otağını sizə təqdim eləyək. Yataq otaqlarının da ölçüləri normaldır, hündürlük də ki idealdır. Və burada da belə qapı yeri qoyub, yəqin ki buranı balkon kimi nəzərdə tutub sahibi. Və evin ümumi hamam sanuzelini sizə təqdim eləyəcəm. Koridorun baş istiqamətində nəzərdə tutulub, ikisi birlikdə. Və keçdik burada geniş bir yataq otağı, yəni axırıncı yataq otağıdır, üçüncü yataq otağıdır. Bu yataq otağının özəlliyi odur ki, ölçüsü çox genişdir, valideyn yataq otağıdır və sahibi proyektdə belə bir şey nəzərdə tutulub ki, deyir ki, hamam sanuzel olacaq burada. İndi inşallah təmir zamanı kim alacaqsa öz zövqünə uyğun da təmir işlərini aparacaq, hörmətli izləyicilərimiz. Əsas məsələ evimizin yerləşmə yeri ideal bir yerdə, qiyməti də şok bir qiymətdir. Yenə ünvanı bir daha səsləndirir.